Özüm əlimlə gicikcəni didirəm. Duza xeyir eləsin. Yeni revmatizmiyə də. Diddim, çox diddim. Əlim yandırdı. Çok gittim ama videoya çekmedim. Düzü. Çok pis yandırır. Ona göre yavaş yavaş edelim. Tam 4 işçi üçün yer hazır edirəm. Bayaq qeyd elədiyim kimi bu birisi videoda. Bunu bayaq didmişəm. Bunu yaxşı olmadı. Çəkdim, yaxşı olmadı. Ona görə bayaq buradakı əziyyətim heç oldu videoya düşmədi. Ancaq heç də olub eləməyib. Onsuz da ki olmalıydı. Onsuz da ki pomidor şitinə yer hazırlamalıyam. Hökməndir. Mən çox sevirəm həyətdə bacıda işləməyi. İşdə oturmağı sevirəm. Bax, istəyirəm ki böyük bağım, bağçam olsun, təsərrüfatla məşğul olum. Toyuq, güyə çox sevirəm, mal-qara. Heyf ki, mənim yerim çox pis yerdədir. Bayaq videoda qeyd elədim, bilmirəm o düşdü, düşmədi. Yaşıldırın ən pis yerində, yaşıldırın ən pis belə şoranlı yerdə. Əlbəttə arzularım burada istəyə çəkməyə imkan mümkün də deyil. Ancaq az da olsa yerim var. Azdan çoxdan əkirəm. Ancaq o dediyim təsərrüfat toyuq, güya, mal-qara. Toyuq saxlayıram, biraz saxlayıram, satıram. Ya kəsirəm, amma yenə fikrim var. Yer düzəldir saxlamağa, amma təəssüf ki, qoyun üçün, mal-qara üçün istədiyimi əkmək üçün yerim o qədər yoxdur. O şey evlə bir yerdə 3 sotun içindədir. Çox azdır, ancaq bu az yerdə çox şey səpirəm. Suluyuram, əmələ gələn gəlir, gəlməyən gəlmir. Yəni ki, yerimiz çox pis yerdir, duzlu, şoranlı yerdir. Peyin alırıq pulla, torpaq almışam pulla. Hamısı yenə ki, aldığıma görə yaxşı torpaq olsaydı, ona da eybi yoxdur. Alladıqlar, yaxşı torpaq verməyiblər, pula alıb. Birinə 80 manat alıblar, 80 manat maşına məni alladıblar. O birisilər lap 5 bundan qabaq almışam, 30 manatdan hərəsini. Axırıncı 80 manat. Dediyim odur ki, həyatda hamı düz olsa, pis insanlar olmaz. 5 manatdan ötəri rola girmək də bir şey deyil. İnsanın gerək qabında olmasın. Bizim o dünyamızda var. Anlatmaq yaxşı deyil. İndi kim neyinir, özünə cavabdehdir. Hər kəs öz üçün cavabdehdir. Burada üzüm qələmlərim də var. Göydən görünmür. Ancaq buranın xasiyyəti elədir ki, kölcə yaxşı saxlayır. Göyünü didəndə, təmizləyəndə yanır. Buna görə çox vaxt istəmirəm dəymək ki, ziyan eləməsin. Bunlar unlu pencərdir. Çox gözəldir, qorumaq üçün cicikcənlə zadla bir yerdə. Burada çulundur yarpağı da var. Bu da çox gözəl, həm qorumağa, həm qutaba. Biraz da doluya datmaq olar. Çox yox, tuş olduğundan çox olmur doluya. İnşallah pomidor şitili alıb əkəcəm bura. Əziz, mənim
videomu izleyenler. Bak budur. Bak ben buradan azdı özümə yetdik. Çox olsa da mən işdən qorxan deyiləm. Bayaq dediyim kimi yatmağı, oturmağı sevmirəm. Gəlib işdən istəyirəm elə hey. Yalnız bu həyətdə əkim, işləyim, becərim. Bu videoda bilmirəm qeyd elədim. Bəs çox salınmadı, düşdü, düşmədi. Həyətdə də ayaq yolu istəyirəm düzəldim. Bayaq qazmışam buranı. Hə, yorulmuşam. Çay istəyirəm. İndi istəyirəm gedim çay qoyum. Mənim bu biraz balaca həyətdə işlərim çoxdur. O qapının ağzına balaca hin eləmişəm özüm. Simetsiz bir-birinin üstüne qoya-qoya. Prosto orada biraz set qalmalıyam, təmizlik eləməliyəm. Onları yer-yerə bir ara yığışdırdım, sonra hin tikdim deyə. Özüm yığışdırıram, özüm də sonra söküb tökürəm, bir də başlayıram yığmağa. Yəni gediş haqqı odur ki, bir işi 10 dəfə görürük. Burada da həmər çömərdi. Qızıl ucuları bilmirəm. Bayaq o videoda çəkdim, yaddaşım yoxdur. Yəni yaddaşım gedir. Yəqin çox birisi videoda var. İndi çəkdiyim. Bizim burada düz iş gücü çatmır. 5 ildir bu. Buna boyda olmalıydı. Gücü çatmır. Ancaq burada heyvadır. Bir tut ağacım var idi. 3 il cılıq elədik. Əmələ gəlmədi. Onu çıxartdım. İndi bu yandan biri çıxıb. Cavalıdır. 2 il gətirir. Sonra yanır. Alçam var idi. Yandı. Burada çox ağaçlar əmələ gəlmir. Adamın əziyyəti üçün olur. Amma şükür heyva bu il bu çox çiçəklədi. Keçən 7-8-dən gətirmişdi. O birisilərdə birində bir dənə idi. Onda heç yox idi. İndi şükür ki olacaq kimi deyir. Bilmirəm. Xırda yay almasıdır. Bu armud da heç bara girməz. Neçildi. Hələ elə də durur yalanla. O özündən çıxıb yay almasına oxşayır. Yaxşı elə bir yeri boğur onu. Yəqin payızda dəyişərəm onun yerini. Bunu da bilmədim. Bu lobiya atlıdır, piyadadır. Toxumumu bastırmışdım. Yadımdan çıxıb hardan keçdi o əlimə bastırdım. Burada reyhan səpmişəm. Göy əti səpmişəm təzə. Reyhan çıxır. Seyrəldəcəm, ora-bura bastıracağım. Reyhan heç də ziyanı yoxdur. Harada da olsa. Bəli, belə əziz məni izləyənlər. Çox istəyirəm həyatımda hər şeyimiz qaydasında olsun. Təəssüf ki, insan buna yol vermir. İnşallah olacaq.